Rüfət bəy, sənin bir şey deyim ki, qardaşım, tarix sadəcə oxumaq, öyrənmək, yadda salmaq üçün deyil. Bədii ədəbiyyatı oxuyuruq, öyrənirik, təbliğ eləyirik ki, insanların mənəviyyəti yüksəlsin. Tarix isə keçmişdən dərs almaq üçündür. Tarix bugün və sabahı bizim necə quracağımız üçündür. Bu Pişəvəri hərəkatını, 21 Azəri və yaxın, uzaq tariximizi ona görə öyrənmirik ki, biz keçmişdə hardan gəlmişik, necə olub, nə. Ondan biz nə nəticə çıxarırıq? Nə eləməliyik ki, o yanlışlıqlarımız təkrarlanmasın? Niyə bu yanlışlıqlar baş verdi? Bəzən biz görürsən ki, bunları deyəndə adamlarımızın bir qismi böyük etirazlar başlayırlar. Yox, elə deyil, belə deyil, elədir. Bizim məqsədimiz o hərəkatda iştirak edən kimlərisə tənqid eləmək, kimlərəsə irad tutmaq deyil. Bizim məqsədimiz odur ki, o devirdə o adamlar özlərindən asılı olsa da, olmasa da, baş vermiş hadisələri bir də təkrarlanmamaqdır. Məsələn, 21 Azər hərəkatı və orada milli hökumət quruldu. İlk baxışda çox gözəl, çox yaxşı idi. Arxasında Sovet hökuməti dururdu. Sovet hökumətinin ordusu oradaydı. Kadrları var idi. Hər şey baxarsan ki, türklər demiş dörd dörtlük. Deyərsən ki, bunun daha bir nöqsanı yoxdur. Ancaq 21 Azər hərəkatına kimi baş verənlərin nəzərdən keçəndə görürük ki, bunun bazası yox idi. Niyə bazası yox idi? Birinci, bu tayda 23-dən başlayaraq dindarları, din xadimlərini tutdular, həbs elədilər. Burada olan din xadimlərinin bir çoxu qaçdı, getdi otaya. Yəni, oradan bura vaxtilə gəlmişdilər. Gedəndə də orada həqiqəti dedilər ki, bolşeviklər orada məscidləri bağlayır, sökür və din xadimlərinə divan tutur. Orada cəmaət bunu indiki kimi radio, televiziya olmasa da ağızdan ağıza keçdi. Sonra burada bəyləri, xanları, imkanlı adamları həbs elədilər. Torpaqlarını, evlərini, mallarını, mülklərini müsadirə elədilər. Batçaq deyə, mülkədar, bəyxan deyə kollektivləşmə hamının təsərrüfatını aldılar. Kollektiv təsərrüfat. Buradan da bir qism adam yenə qaçdı, getdi otaya. Həm ziyalılar, həm milli hökumətimizi burada quranlar, həm də ki, o taydan bura gələnlər. 37-də də kütləvi ziyalıları və milli düşüncəli adamları həbs elədilər. O devirdə sərhədlər belə indiki kimi və yaxud da 53-dən sonraki kimi möhkəm deyildi. Adamlar qaçaqçılıqla yolundan da gedib gəlirdi, mal aparıb gətirirdi, çayından da keçirdilər, quru yoldan da keçirdilər. Xəbərlərin qarşısını almaq mümkün deyildi. Bu azmış kimi 1938-ci ildə Sovet hökuməti bir siyasət yeritdi ki, burada olan o taydan gələnləri, yəni Sovet vətəndaşı olmayanların hamısını ölkədən çıxartdılar, deport elədilər, geçsinlər İrana. Əslində, burada Sovet hökumətinə kadr, işçi qüvvəsi, güc lazım idi. Bəs belə olan halda bu qədər adamı niyə çıxarırdı? Onların sayı dəqiq məndə yoxdur, ancaq baxdığım, oxuduğum rəqəmlərdə bu hardasa 40 mindən yuxarıdır. 40 min adam getdi. Sovet hökuməti fikirləşirdi ki, bunların böyük bir qismi burada sosializm quruculuğunu görüb, burada təhsil alıblar, burada bunlar görüblər ki, torpaqları bəyxandan aldılar, xalqa verdilər. Hər şey güya ki, yaxşıdır, gələcəkdə kommunizm qurulacaq, əhali firavan olacaq. Bu adamları ora deport etməklə fikirləşdirər ki, İranda da sosializmin qələbəsini təmin eləyəcəklər. Daha bilmədilər ki, bunlar gedib orada, buradakı baş verənləri yaxşı cəhətlərinlə yanaşır ki, pis cəhətlərini də
deyəcəklər. Deyəcəklər ki, adamları qanunsuz yerə tuturlar, ziyalıları həbs eləyirlər, cəmaatın malını, mülkünü əlindən alırlar, məscidləri sökürlər, məhərrəmliyi və dini ayinləri qadağan edirlər. Belə də oldu. İndi biz heç ikinci Dünya müharibəsindən söhbət edəndə deyirik ki, 41-ci ildə Almaniya qəflətən SSR-yə hücum elədi. Hər yerdə bu cür yazıq, təfəkkürümüzü, beynimizi bu cür doldurublar. Ancaq baxırsan ki, haradasa 32-ci ildə SSR-də artıq traktor zavodları durdurulmuşdu, hamısı yox da, böyük əksəriyyəti. Tank istehsal eləyirdi. Nə bilim, kötan əvəzinə top istehsal eləyirdi. SSR xəbərsiz idisə də bəs bu qədər topu, tankı nə eləyirdi? Demək, məlumdur ki, SSR planlı surətdə müharibəyə hazırlaşırdı və bu müharibə indiyə kimi yazılanların, deyilənlərin, göstərilənlər kimi deyildi. Burada İranın da işğalı nəzərdə tutulmuşdu. 41-ci ildə də Almaniya ilə Sovetlər Birliyi müharibə, Almanlar hücuma keçib Sovetlərin böyük ərazilərini işğal eləyəndə artıq Sovet hökuməti İrana durmadan nota verirdi ki, oradan Almanları təmizlə. Orada da Almanların ordusu yox idi, mütəxəssisləri var idi. İranın da Almaniya ilə elə belə sıx əlaqəsi yox idi, biraz gizli yanacaq satırdı. İngilislər və Ruslar da bilirdisə, Almanlar İrandan yanacaq alırsa, neft alırsa, demək bu yanacaqdan bunların tankları, təyyarələri, maşınları istifadə edib bunun üzərinə gəlir. Və 41-ci ilin avqust ayında Sovet qoşunları hücum elədi İrana. O tərəfdən, cənubdan İngilislər, bu tərəfdən, quzeydən kim girdi? Sovet orduları. Bu Sovet ordularının tərkibində də ilk o gedən diviziyalarda ən çox Azərbaycanlılar oldu. Bu ilk baxışda yaxşı idi, gözəl idi. Azərbaycanlılar orada yerli hali ilə dil tapırdı, danışırdı, ünsiyyət qururdu. Ancaq bunlar yalnız Təbriz, Azərbaycan dediyimiz ərazidə durmadılar. Ta Tehrana kimi gedib çıxdılar. Tehrana kimi gedib çıxanda müttəfiqlər arasında ziddiyyətlər baş verdi. Artıq İngilislər Sovetlərə təzyiq göstərməyə başladı ki, siz bizlə bağladığınız gizli antlaşmada Tehrana gəlməməliydiniz. Qoşununuzu oradan geri çəkin. Yəni bu 41-ci ildə başlayır. 41-ci ilin avqustundan sonra olanlardır. Artıq 42-ci ilin yanvarında bunların arasında ziddiyyət yarandı. Sovetlər ömründə ölsə də qoşununu oradan geri çəkməz idi. Və niyə çəkdi? Artıq Mozdok'a gəlmişdi Alman qoşunları, Stalingrad, Volqa çayına çatmışdılar. Sovetlər məğlubiyyət ərəfəsində idi. Az qalmışdı ki, buna görə məcbur idilər müttəfiqlərlə razılaşmağa. Belə bir gərgin vaxtda ora Sovet ordusu girən kimi İranın Azərbaycan dediyimiz ərazidə yox, Tehrana kimi olan ərazidə torpaq sahibləri, bəylər, xanlar, din xadimlərinin böyük bir qismi var dövlətlərini, mülklərini qoyub qaçmağa çalışdılar. Bu bəyin, xanın yanında da bir 5-6 dənə bunun hesabına yeyib içən qoçuları var idi. Bunların bir qismi getməyə çalışdı, bir qismi yox. Hər bəyin, xanın yanında din adamları var idi. Orada din adamlarını demək olar ki, iki yerə bölmək olardı o dövrdə. Şah rejiminə bəyxana qulluq eləyən, onların süfrəsindən bəhrələnənlər, onlar İslam dinindən çox xidmət elədikləri adama qulluq eləyirdilər. Bir də həqiqi mömin müsəlmanlar. Onlar isə elə İslamı təbliğlə məşğul idilər. Ancaq onların qaçması da heç də asan olmadı. İran ordusunun silahları qoydu, qaçdı, bir qarışıqlıq yarandı, silah adamların əlinə keçdi. Adamların əlinə keçəndə orada kəndlilər, şəxsi ciddiyyəti olan adamlar, o tüfənglərdən istifadə elədilər, nə elədilər? Qaçmağa çalışan, buna əvvəllər zülm eləyən bəylərin, ərbabların bir neçəsini öldürdülər.